Etirazlar müharibəni tətikləyir. İranda vəziyyət nəzarətdən çıxır. Amerika Birləşmiş Ştatları hücum planı qurur. İranda bir müddət əvvəl başlayan etirazlar artıq geniş vüsət almağa başlayıb. Yüksək inflyasiya, işsizlik və dövlətin sərt iqtisadi siyasətinə qarşı başlayan etirazlar artıq siyasi motivlərlə müşahidə olunur. Hadisələrin ilk günündən rəsmi Vaşinqton, İsrail və digər region ölkələri baş verənləri diqqətlə izləyir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın artıq bir neçə dəfə hərbi və sərt müdaxilə ilə bağlı dedikləri rəsmi Tehranda ciddi narazılığa və etiraza da səbəb olub. Bununla belə Okeanın o tayından gələn xəbərlər Amerika Birləşmiş Ştatları administrasiyasının hərbi müdaxilə variantını hələ də masada saxladığını göstərir. Amerika Birləşmiş Ştatları üçün bu hadisələr yalnız insan haqları problemi deyil, həm də regional təsir və strateji maraqlar baxımından önəmlidir. İranın sabitliyinin pozulması həm regional tərəfdaşlara, həm də Amerika Birləşmiş Ştatlarının strateji planlarına birbaşa təsir göstərə bilər. Artıq məlum olub ki, Trump geniş miqyaslı brifinq keçirməyə hazırlaşır. Məlumata görə bu iclasda dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth iştirak edəcəklər. Bu brifinq sadəcə diplomatik reaksiyaları deyil, həmçinin daha sərt tədbirləri, o cümlədən kiber hücum və hərbi əməliyyat variantlarını da müzakirə etmək üçün nəzərdə tutulub. Brifinqin məqsədi Amerika Birləşmiş Ştatlarının İran qarşısında strateji mövqeyini və mümkün ssenariləri qiymətləndirmək, həmçinin müxtəlif dövlət qurumları arasında koordinasiyanı gücləndirməkdir. Bu, həm Amerika Birləşmiş Ştatları daxilində qərar mexanizminin sürətlənməsinə, həm də beynəlxalq ictimaiyyətə mesaj verməyə xidmət edir. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları əslində bir neçə variantı nəzərdən keçirir. Təbii ki, Vaşinqton üçün ən az risk daşıyan və çox tez-tez baş vurulan variant iqtisadi sanksiyalar və diplomatik təzyiqdir. Ştatlar bu yolla İslam Respublikasının maliyyə, enerji və ticarət sektorlarına təzyiq eləyə və onsuz da zəif olan ölkə iqtisadiyyatını daha çətin duruma sala bilər. Belə bir ehtimal qarşısında rəsmi Tehran daha sərt tədbirləri əl ata bilər və etirazçılarla hökumət arasındakı qarşıdurmanı daha ciddi nəticələrə daşıya bilər. Bu isə həm vəziyyəti qəlizləşdirər, həm də İranın Amerika Birləşmiş Ştatlarının yaxın şərq regionundakı hərbi birlik və diplomatik korpuslarına hücumlarını başlada bilər. Nəzərdən keçiriləcək ikinci versiya kiber hücumlarla bağlıdır. Artıq müasir dünyada istifadə edilən bu üsul bir sıra effektiv nəticələr verə bilər. Məsələn, İranın enerji infrastrukturu, bank sistemi və kommunikasiya şəbəkələri ziyan görər və Sepahın dövlətin hərəkət imkanları məhdudlaşa bilər. Kiber hücumlar enerji islahatı və neft ixracatını gecikdirə, maliyyə sistemində xaotik vəziyyət yarada, dövlət rabitə və informasiya sistemlərini çökdürə bilər. Bu, həm İranın daxili idarə etməsinə, həm də regional strategiyasına ciddi təsir göstərər. Lakin təbii ki, İran hökuməti də belə ssenariləri nəzərdə saxlayır və mümkün kiber hücumlar zamanı konkret cavablar verə bilər. Ehtimal eləmək olar ki, belə bir versiyada rəsmi Tehran, Amerika Birləşmiş Ştatları və müttəfiqlərinə qarşı kiber hücumlar təşkil edə bilər. Bu məsələdə İslam Respublikasının hansı səviyyədə hazır olub olmadığını söyləmək isə çətindir. Amma Rusiya və Hindistanla əlaqələri nəzərə alsaq, çox güman ki, kiber hücumlar üçün müəyyən qruplar aktiv şəkildə saxlanılır. Trump administrasiyasının nəzərdən keçirə biləcəyi digər versiya isə hərbi müdaxilədir. Birbaşa hərbi əməliyyatlarsa geniş miqyaslı müharibədən daha çox çəkindirici və simvolik xarakterli məhdud zərbələr formasında gündəmə gələ bilər. Bununla belə Trump'ın səsləndirdiyi İranın bölgədəki Amerika Birləşmiş Ştatları bazalarına hər hansı hücumu görünməmiş zərbələrlə cavablandırılacaq açıqlaması da Vaşinqtonun sərt mövqeyindən xəbər verir. Ağ Ev liderinin cavabı təkcə təhdid və diplomatik mesaj yox, Birləşmiş Ştatların sərt mövqeyi İranı ehtiyatlı davranmağa dəvət eləmək və regiondakı müttəfiqlərə sizə verdiyim təhlükəsizlik öhdəliyinə sadiqəm mesajı kimi də şərh edilə bilər. Amma İran hakimiyyətinin Trump'ın bu tip açıqlamalarına yanaşmasını və reaksiyasını nəzərə alsaq, bu cavabların Tehranda ritorikanın daha da kəskinləşməsinə, kiçik hərbi qarşıdurmanın böyük regional böhrana çevrilməsi ehtimalını gücləndirəcəyinə səbəb olacağını ehtimal eləmək olar. İran İslam Respublikasının da mümkün hərbi müdaxiləyə müxtəlif ssenarilərlə cavab verəcəyi istisna deyil. İran raket və dronlarla Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına və regiondakı müttəfiqlərinə qarşı hədəfli hücumlar həyata keçirər. Həmçinin tərəfdaş qrupları və müttəfiq təşkilatlar vasitəsilə İraqda,
Suriyada və Livanda hərbi fəaliyyətləri intensivləşdirə bilər. Diplomatik və strateji cavablar da gözləniləndi. İran nüvə proqramını sürətləndirə, ticarət və enerji yollarını kəsərək iqtisadi təzyiq göstərməyə cəhd göstərər. Bundan əlavə, İranın cavabları regional qeyri-dövlət aktorları və terror qrupları vasitəsilə qeyri-müntəzəm əməliyyatları genişləndirmək, eləcə də Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinə qarşı təhlükəsizlik risklərini artırmaqla xarakterizə oluna bilər. Bu da öz növbəsində Amerika Birləşmiş Ştatlarının hərbi əməliyyatını daha mürəkkəb və riskli hala gətirir. Qarşıdurmanın sürətlə regional böhrana çevrilmə ehtimalını artırır. Bu isə təbii ki, regiona ciddi təsirlər göstərə biləcək. Əslində hadisələrin bu məcrada inkişafı ərəb ölkələri və region üçün böyük risk daşıyır. İranın güclənməsini istəməyən və regionda güclü yox, zəif İran istəyən Körfəz ölkələri, bir sıra ərəb dövlətləri və İsrail Amerika Birləşmiş Ştatlarının mövqeyini birbaşa və gizli şəkildə dəstəkləyər. Amma nəzərə almaq lazımdır ki, hərbi müdaxilə regional qeyri-sabitliyin artması və silahlı toqquşmaların coğrafiyasının genişlənməsi ilə nəticələnər. Həm də nəzərə almaq lazımdır ki, mümkün ssenari terror qruplaşmalarının vəziyyətdən sui-istifadə ehtimalını yaradar ki, bu tip qruplaşmalar fəaliyyət dairələrini və sahələrini genişləndirə bilər. Belə bir durumsa təhlükəsizliyin zəifləməsi, qaçqın axınının artması deməkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, belə bir ehtimal qlobal enerji bazarına ciddi təsir eləyər. İranın strateji mövqeyi və Fars körfəzinin enerji bazarındakı ciddi mövqeyini nəzərə alsaq, rəsmi Tehran bu rıçaqdan istifadə edərək Amerika Birləşmiş Ştatları və müttəfiqləri neft ixrac edən ərəb ölkələri üçün ciddi risk yaradar. Belə bir ehtimalsa neft və qaz qiymətlərinin artımına, ticarətin pozulmasına və qlobal enerji təchizatında pozulmalara səbəb ola bilər. Bu isə yalnız region üçün deyil, dünya iqtisadiyyatı üçün də ciddi təsirlər doğuracaq. Digər bir təzyiq rıçağı isə nüvə proqramı ilə bağlıdır. Hadisələrin hərbi eskalasiya riskinin artması ilə müşahidə olunması fonunda rəsmi Tehran nüvə fəaliyyətlərini sürətləndirdiyini, beynəlxalq nəzarət mexanizmlərini ölkəyə buraxmayacağını da açıqlaya bilər. Bu diplomatik təzyiq proqramıdır. Çünki belə bir ehtimal xüsusən də region ölkələri və İsrail üçün ciddi risk daşıyır. Nüvə məsələsində hər hansı yanlış addım çox geniş miqyaslı böhran yarada bilər. Buradan çıxan nəticə odur ki, İrandakı etirazlar və Amerika Birləşmiş Ştatlarının hərbi müdaxilə variantı sadəcə iki ölkə arasında gərginlik yaratmır, həm də region ölkələrinə, qlobal ticarət və enerji bazarına da mümkün təsirlər daşıyır. Qeyd etdiyimiz kimi, hərbi müdaxilə çox ciddi və geri dönüşsüz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də ehtimal eləmək olar ki, tərəflər sadəcə sərt mövqe və açıqlama sərgiləyəcək, diplomatik vasitələrlə böhran vəziyyətindən çıxa biləcək. Çünki hər iki tərəf ehtiyatlı davranmasa, qarşıdurma regional və qlobal böhrana çevrilə bilər.